Qardaşlar, bu videonun sonuna qədər izləyən avtomobil sabahı kadrdadır. Qardaşım düşmək istəyirsən, hə? Gəl düşək. Düşmək istəyirəm. Deməli, avtomobil sabahı maşını yeni alıb, 2 motor deyil, 3 motordur, N55 mühərrikdir, 3 turbo benzin mühərrikdir. Avtomobil sahibi gətirdi, qoydu yanımıza. Deməli, avtomobili yoxlatdırmadan alıb, qardaş, olanı da deyəcəm, yəni incimə. Avtomobili yoxlatdırmadan alıb. Deyib ki, yəni mühərriki yağı dəyişilib, amma mühərriki yağı dəyişilməmişdi, bərbad vəziyyətdə idi. Karterdən yağ axıdırdı. Avtomobilin daha sonra transmisiya yağı bərbad vəziyyətdə idi. Qarabka filtrindən yağ axıdırdı. Buna əlavə olaraq asqı sistemində bir çox işlər vardı. Onlar da görülməlidir. Avtomobildə nə problem var idisə, hamısını təpədən tutmuş dırnağa qədər, necə deyərlər, hamısını aradan qaldırdıq. Bundan əlavə olaraq avtomobildə deməli su radiatorunda problem var idi. Antifriz azalma verirdi. Qardaş deyirdi ki, bilmirəm haradan azaldır. Onu da dərdini tapdıq, onu da düzəltdik. Bütün ehtiyat hissələrini orijinalına əvəz elədik. Sağ olsun avtomobil sahibi dedi ki, Orxan nə lazımsa qardaşım, keyfiyyətdə orijinal detallarına qoy ki, sonra mən bunu sürəndə, qovanda, yəni nəsə qovmağa meyillidir qardaş. Qovanda elində bir problem çıxmasın. İndi biz bu avtomobildə nə lazımdır, bütün hamısını elədik, karabka adaptasiya elədik və müştərimizə xeyirli uğurlu olsun. Kimin avtomobilində ümumi check-up yoxlanışı və avtomobildə ümumi problemin həllini axtarırsa, bizim servis seçib yaxınlaşa bilərlər və nəzərinizə çatdırmaq istəyirəm ki, bütün BMW-lərdə endirim eləmişik. Təşəkkürlər, izləmədə qalın.